Dostlar bilirsiniz sizlerle birlikte halam oğlu Tuna'yla birlikte hep kapışmaları eləyəcəyim Minecraft'ta. Ama təəssüf ki Tuna'nın dünyasından çıxdım səhvən. Ona görə də təzədən girəcəm. Maldır da uşaqlar. Bu da Tuna. Saçını yolduğum. Hərdilər. Saçımı yolmamış. Yoluram. Həqiqətən yalan deyil. Mənə inanırsınız. Kanal sahibinə inanırsınız. Yoxsa... Tamam girdim dünyama. Salam bu da mən. Uşaqlar, və sizə bir söz deyim. Dənizin əvvəlki sinif yoldaşları Dənizə deyirdi ki, sən nə kimi? Anime qızı kimi askıdırsın. Əslində düzü, belə askıdır. Haydi tez elə. Həqiqətən elə askıdıram. Kömək eləməyə çalışıram da. Sən kömək eləsən. Siz tərbiyəsiz. Siz tərbiyəsiz. Bəs bu qədər. İndi nə edirik? O fikirləşək. Maşın düzəldik. Yorumlarda qoyasınlar. Görək nə deyirlər. Baxın bir yorumlara çox şey yazmışsınız. Nə elə bilərik? Mən biraz düşünürəm. Ağac ev. Ağac ev, yaxşı. Ağac ev yazıblar, bəli. Eləyərik. Ağac ev eləyərik əlbəttə ki, bir dəqiqə. Ağac ev biraz çətindir, amma... Neysə, eləyək. Ağac ev biraz çətindir. Mən əşyalarımı götürürəm. Mən də ağac ev eləyəcəm. Bir dəqiqə, mənə odun Bu lazımdır. ağacı qoymaq olur. Dəniz. Bunu qoymaq olur. Yox, o şeydir, fidandır. Fidandır. Mən sinif yoldaşım fidandır. Yox, o mənada yox. Yəni ağac fidanı. Baxın bir. Mal deyilmişsən, nə bilirmişsən. Mal özün sənə ağzının danışığını bil. Bilmirəm. Gerizekalı. Öz adını çək. Sus. Sus. Anana deyəcəm sənə. Anana deyəcəm. Yarpaqlar götürdüm. Bundan da götürək. Bundan da götürək. Biraz taxta götürüm. Taxta. Çox bitdi. Nə ara bitdi o? Aşağılarını götürdüm. Birinci ağaca Meşə kalaslar. Bedrock sürümü şeyləri, tərcümanları bərbad tərcümə edirlər. Məsələn, Katman kayasını ana kaya olaraq tərcümə ediblər. Bura bir də ağac əkəcəm. Dəqiqə, mən bir də pilləkən götürəcəm. Özüm öz ağacımla edəcəm. Bu rəng Yox, olsun. ya da buradan 3 dənə ağac əkəcəm. Görək nətər olacaq. Pis olsa elə. 1, 2, 3, 4, 1, 2, 3, Çox 4, 1, çətin 2, şeylər 3, 4. verirlər bizə. Amma izləyicilərimiz üçün... Mən izləyicilərimi qırmaram. Mən də. Dostlar, mənim xalam oğlunun da kanalı var. Bugün kanalımda onun kanalının reklamını eləyəcəm. Mütləq kanalın göndərilərinə baxmağı unutmayın. Və indi bir dəqiqə biraz da şüşə götürüm. Şüşə də götürdüm. Ağac evim çox gözəl olacaq. Mən əşyalarımı götürdüm biraz. Bombardiro, krokodilo. Bombardiro, krokodilo, bombardiro. Bombardiro, krokodilo. İndi mənə bir boğdum. Birinci pilləkənlər. Bombardiro, krokodilo. Bombardiro. Bombardiro, Neyse Tuna, bombardiro, krokodilo deməyək. Yəni o qədər qoyun deyil. Mən qoyun deyiləm, dəniz ola bilər. Siz özün sən qoyun. Biraz uzun elədim. Mal. Yaxşı bir tərbiyyət sürülür. İzləyicilərimiz sıxılanar elə şeylərə. İzləyicilərin yanında söyləmək qəti dərəcədə qadağandır. Köçürmək də qəti dərəcədə qadağandır. Köçürmək deyərkən? Necə yəni? Başa düşəmədim. Neysə. İndi mən çit götürəcəm. Dostlar, bir də böyük ehtimalı bu video bir neçə dəqiqə uzun olacaq. Amma Biraz uzun olacaq. Yəni biz elə eləyərik ki... Dostlar, bir də videoyu Mobizen proqramı ilə çəkəm. Bu dəqiqəli deyil. Nə qədər dəqiqə istəyirsən elə. İstəyirsən 3 saat elə. Fərqi yoxdur. Dostlar, mənim ağac evim sizcə necə olacaq? Sizcə Tuna'nın ağac evisi yaxşı olacaq, yoxsa mənimki Tuna'nın ağac evisi yaxşı olacaq deyirsinizsə yorumlara 1, mənim ağac evim yaxşı olacaq deyirsinizsə yorumlara 2 yazın.
Görək də, Allah qoyar. Dostlar bir de biz video çekmeden de yapı kapışmaları eləmişdik Tunar'la. Ha, Onda da YouTube logosunu eləmişdik. Ben YouTube Kids'in logosunu elədim. Bilmeden ama. Güyadan da bilmirdim. Siz Siz ayaq səslər. indi Ben kitaplık götüreceğim. Uşaqlar, deniz hissətlərinizdən köçürün, yorumlarda yazın. Mən də oxuyacağım birazdan. Yazırlar ki, yox, köçürtmə. Onda mən də köçürmədim. İzləyicilər nə desə odur. Düz demirəm? Bəlkə səhv deyirəm. Ya düz deyirəm. Mən mal deyiləm səhv. Dostlar indi bu ilin kralını görəsiniz. Hə, bir dəqiqə. Siz tərbiyəsiz. Uzun eləyəcəm. Buralara belə çitlər qoyuram ki, oturanlar düşməsin, burada duranlar. Yaxşı eləyəcəm. Burasına qoymayacağım çünkü buraya daha uzun plakən eləyəcəm. Uzun elədim. Buraya belə şeylər qoyacağım. Köçürmək nəyə lazımdır? Köçürmək dünyada ən bir şey. Mən sənə baxacağım. So. Ama çok şeyden olacak ki, ama aylar o qanunsuz. Mən belə qanun qoydum. So. Bəlkə bir-birinin evini kopyalamaq yoxdur. Baxmaq olar. So. Mən sən qaşın oldu. Mən baxdım. Da elə köçürmək zat yoxdur. So. Bəlkə biraz uzun olacaq. Hələ ki yaxşı gedirəm. Qocala danışmaq üçün gedirəm. Tamam. Belə bir dənə bir şey elədim indi. Mənim adım Tunadır, səhər axşam gedirəm, evləri gəzirəm, həmişə də içirəm. Oy oy oy, yaxşısan Tunar. Mən biraz evim uzun olacaq. 2 mərtəbəli eləyərəm. Mənim evim gözəl olacaq. Mənim evim sana. İddiasına varsan. Sənki də yaxşı oldu. Hərdən bilirsən baxdım. Gerçi baxmışdın həsən. Da baxmaq var. Qoyamam mən bu plakəni. Hə? Heç nə. Baxla, istəyirsinizsə belə qanun olsun. Mən balacıkən belə abidik-gubidik evlər düzəldirdim. Ha, amma indi Abidik-gubidik. Amma indi bu ildim yaxşılaşıb. Balacıkən düzəltdiklərim həqiqətən çox abidik-gubidik idi. Bir dəqiqə axşam oldu. Tuna səhər elə daha vaxtı. Mən niyə eləyim sən? Tuna dünyanın sahibi sənsən. Ona görə sən eləyə bilirsən. Mal. Eləyirəm indi. Söz verdim. Mən birinci evimə odaqlanım. Aha, tamam. Tuna səhər elə də. Elədim də. Eləməmisən axı. Ay, yaxşı olmalıyım. Yaxşı. Ya, indi olur. Ana elə də gecədir. Adiyan dolap səbirsiz deyib şu. Mənim evim biraz dandik. Tuna görünür evin. Ne olacaq? Neyse. Dostlar Xalamoğlu'nun da kanalı var dediğim kimi. Çok yaxşı. Sokacağım sana bir tane bir dakika. Ne? Davay git. Ne? Evini kıracağım ha. Nə şey ne olacaq? Köçürmək var da. Nə baxıram da, vallahi bilmirəm. Ben de seninkilə baxıram onda. Gəl bax. Yaxşıdır seninkilə ama biraz orantısız ve abartıdır. Hakikaten biraz abartı oldu. Gəl təzdən eləyək. Yok. Uzun olsaydı ağaclar. Məsələn belə düz dünyada eləməzdik. Belə şey var. Yo düz dünyada daha asandır. Məndə bitdi hələ ki. Mənimki hələ bitməyib. Mən yarpaqlar da əlavə edəcəm. Ağacın yarpaqları olur da biz də ağac ev eləyirik. Evim gözəl olacaq. Evim yox, ağac evim. Aman ev, ağac ev nə fərqi var? Aman. Qusub batırdı məni. Yalan deyil dostlar. Sadəcə biraz öyüyür. Bəs mallaşıram da. Mən xarakter. Çünki malsan. O zaten. Tuna sən ananı deyəcəm. Mənim anam. Mənim anam şeydə deyil. Şeydə. Nəydi? Şeydə də. Şeydə, başa düşün. Hə, başa düşdüm.
Yaxşı şey nə demək? Market. Mağazaya gedib. O Mənim qədər ağacevim zor ən deyil gözəl sən. olacaq. Mənim ağacevim ən gözəl olacaq. Ən gözəl mənimki olacaq. Ən çirkin mənimki olacaq. Səninki. Siz Ses. Yaş. Allah Allah. Allah sana kurban. Ay Allah. Abartma. Ama gözüm mahnılar kızım. Evime gələndə mən şu şeyi dəyişdirəcəm. Akşam səhərdə gedirəm yeməyə, yeyib içməyə. Dostlar, baxın sizə Hər zaman göstərdim. Baxın belə bu ilklərinizə dərinlik qatsın. La 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 la. Bu ilklərinizə dərinlik qatsın mütləq. Daha yaxşı görünür. Bu ilklərinizə şəkil verin. Dərinlik qatsın. Rəng paletindən istifadə edin. Səninki çox gözəl oldu. Ay Dəniz, Azəfər sən çox gözəl. Tunaş. Ne oldu ki? Bu yapı kapışması değil, Ama sanki kopyalama kapışmasıdır bildiğin. Amma ki pis oldu. Səninki yaxşıdır. Yekədir səninki. Səninki mi? Adam. Yoxsa Tunada yekə dediyimə baxmayın. Eee, Cicə boydadır. bəsdir. Ən balaca xalam oğludur. Yalan deyil. Valla 9 yaşındadır. Yalan deyil. Allah'ıma and olsun. Yalan deyil. Mən yalandan Allah'a and içirəm. Ola bilər. Tərbiyəsiz. Nədən? Öz adını çəkmə də. Məndən öyrənmirsən, nasıl olur? Çünki daha yaxşı oldu. Uşaqlar, zəhmət olmasa mənə seçin. Nə olar? Bundan sonra nə eləyəcəyik, onu fikirləşin. Canlı yayın açacağıq Survivor. Yox, 2 dəfə eləyəcəyik yap qapışmaları. Tuna 2 dəfə olmasın da bir dəfə olsun. Yap qapışmaları. Dilərini də bir sonraki dəfə çəkərik. Mənimki gözəl olacaq. Mən çox uzun eləmişəm. Babam 2 dəfə. Baxın mı Tuna səninkinə? Onun kimi oldu. Qoyun kimi. Ne? Skinə bax. Vaa, oha, pilləkənlər yaxşıdır. Tunar, gözəldir səninki. Mənimki biraz sadə oldu. Məncə vahşi sağlamdır. Sadəcə Yox, Tunar, bu ildin yaxşıdır. biraz balacalaşsın gözüm. Balacalaşsın biraz. İndi bax tamam. gözəlləşir. Mənim kimi gözəlləşir. Sən gözəl yox, yaraşıqlısan, gözəl. Oy. Yaxşı da anime qızı kimi səslər çıxartma. Anime. Cringe. Anneme gülümsünə düşən. Sus. Tərbiyəsiz. Nə qəşəngsiniz? Mədəniyyətsiz. Huş ağacı qapı var, böyük meşə qapısı var. Ağ rəngli çox sevirəm, soğuk meşə qapısı qoyacağım. Gecə gündüz durmuşam, yuxudan deyil, səhər. Bizim çox gözəl mahnılarımız var. Mal kimi mahnılar. Tamam. Sən gözəl. Sağ ol. Sən gözəl adamsın. Sus. Sənə anama deyəcəm. Sənin anama deyə də deyəcəm, hər zamanda deyəcəm səni, hər zaman. Allahım. Nə olub ki? Sən mənə səbir ver. Nə olay? Nə olduğu var? Gic səslər çıxarırsan çünki gicsən. Gic səslər çıxarırsan çünki onsuz da gicsən. Ay Allah Allah, sən nə gözəlsən. Özüm gidəm. Dostlar, bir yay tətili yaxınlaşır, rahatladınız. Bizim testlərimiz bitmək üzrədir. Azərbaycan dilindən bir dənə testimiz, bir dənə də BSG-miz qaldı. Sizinlə də bir dənə testimiz Mən qaldı. çox rahatam. Doğrudan da rahat deyiləm əlbəttə ki. Çünki 5-ə yazacaq. Yaza bilməsəm də sinifdə qalacaqsın. Dostlar, bir də əlaçısınız, zərbəçisiz yoxsa zəifsiz deyin. Məncə zəifdir. Sus! Mənim arkadaşlarım Mən zərbəçi sayılaram. Dərslərim o qədər də yaxşı deyil. Azərbaycan dilim yaxşıdır, amma testlərim pisdir biraz. Anne. Dostlar, bu ilki en yüksek qiymətiniz nədir deyə bilərsiniz. Mən bu ilki testlərdən en yüksek qiymətim 100.
Ən zəif qiymətim 17. Əslində 17 deyil, 0-dır. Nə sıfır almısan sən? Almışam. Rus dilindən. Hə, rus dili. Rus dilindən 0 aldığım olub, müəllimə 35 yazıb amma. Rus dili müəlliməm, əgər bu videoyu izləyirsənsə sənə çox minnətdaram. Mənimki bitdi. Sadəcə içini dekor etməliyim. Mənimki bitir amma... Mənimki çox gözəldir. Burada kitabxana var. Mən də kitabxanayı yiyəcəm. Hayda, Tunara kopya verdim. Ya, kopya eləmədim, o siləcəm. Evin içində nə olur? Vay, çox gözəl. Bir dənə daha çəkəcəm bura. Bu Minecraft karakterlərinin boyasında uzundur amma mənə qısaymış kimi gəlir. Ne güzel ağaclar oldu. Malçı güzel. Gözəldir burası. İndi içəriyə yataq zad qoyacağım. Buraya şüşə döşəməyi unutdum. Her yeri şişe. Hər yeri şüşə elədim. Şüşə. Şuşa. Dostlar, siz heç Şuşaya getmisiniz? Mən həyatım boyu bırak Naxçıvana belə gedəməmişəm. Ben getmişim Şuşa. Gedə bildiyim ən uzaq yer olub Qax. Qalxsın. Mən sinif yoldaşım Qalxlı. Qaxlı. Mənim də dostum yardımlıda doğulub. Yaxşısan qardaş. Mənə yataq lazımdır. Mənə yataq burada olur. Vaxtımız var. Sən boş vaxtın olanda da nəsə fikir. Qara və bənövşə yataq qoyacağam. Çünki ən sevdiyim rənglərdir. Hadi yaxşı olur. Hava durumunu dəyişsə də. Xalça da döşəyəcəm yeri. Mən hər şey sən elədiklərinin hamısını eləyəcəm. Tuna, kopyacısan sən. Allah kopya eləmə. Allah. Creeper, çiçək, kuru kafa, şey. Mən ağac evdə nə olar? Ağac evdə ağac olar. Nə olacaq? Sən niyə ağac eləməlisən? Mən yarpaq qoymalıydım. Mən evin içinə keç. Çox gözəl fikirlərim var. Mənim əla fikrim var. Mənim səkinən əla. Buraya bir dənə yarpaq. Çox gözəl gəlmiş fikirlər. Dostlar, sizcə Tunarın evi daha gözəldir, yoxsa mənimki? Mənim evim daha gözəldir deyirsiniz. Dediyim kimi yorumlarda 2, Tunarın evi daha gözəldir deyirsiniz, 1 yazın. Dostlar, dediğimiz kimi canlı yayını da açacağıq. Canlı yayın video gələndən sonra olacaq. Canlı yayın nə? Anneme. Dostlar, bir de təəssüf ki, böyük ehtimalla Roblox canlı yayını aça bilməyəcəm. Çünki canlı yayını açandan sonra Roblox'a girəndə yayın dayanır. Mənim evim gözəldir. Pılı pılı patapim oxşadı. Ağac evim. Mənim? Yo, mənim. Sanki daha gözəldir. Mənimki pılı pılı patapim oxşadı. Patapim. Yaxşı da. Yaxşı da şeyini çıxarma. Belə yox. Mənimki həqiqətən pılı pılı patapim oxşadı. Buralara yarpaqlar. Mənimki çox gözəl oldu. Və son bir toxunuş eləyəcəm. Nə? Toxunuş. Toxunuş nədir ya? Dostlar, klaviaturam necədir sizcə? Kemik tozu, tamam. Belə. Mənim evim çox gözəl. Tata, mənimki çox gözəl oldu. Mənimki çox gözəl oldu. Mənimkinin ətrafında çiçəklər var. Mənim işıqlarım çox gözəl. Amma mən işıq qoymağı unutdum. Mən... Mən fikir verdiyin üçün sağ ol. Ya, elə şey yoxdur. Yo, mən də dedim evimin için kitabxana eləyəcəm. Sən də dedin. Elə şey yoxdur, məndən köçürür. Hə, yaxşı qoy, işıq var bir şey. O şey işıq niyə? Yox, köçürmək deyil, yaxşı qoy. Anime. Ruh fənəri qoyum, yoxsa adi fənər qoyum sizcə? Ruh fənər.
Məncə də ruh fənəri. Ən sevdiyim renk mavidir. Əslində ən sevdiyim renk şeydir. Yaşıl. Yox, bənövşəyi. Tamam. Buraya bir dənə ruh fənəri. Bu ildim həqiqətən yaxşıdır. Mənim evim çox gözəl oldu. Aşağılara da fənər qoyum. Mənim hələ nə qədər fikirlərim. Nə qədər fikirlərim var? Mənim evim çox şıxlı oldu. Evim qaranlıqdakı bir ulduz kimi parıldayır. Tata. Evimin içinə də fənər qoyacağım. Avize kim? Avize kim oldu? Tunar səhər elə daha vaxtı. Of, əlim uyuşdu. Telefon tutmaqdan əlim uyuşdu. Balaca barmağımı hiss etmirəm. Balaca nədir balaca? Hal-hazırda balaca barmağımı hiss etmirəm. Əlim yaman ağrıyır. Mən hələ nə qədər... Dostlar, bacı və ya qardaşınız var sizin? Ola bilər. Məndən tam 7 yaş balaca bir də bacım var. Çox qıcıqdır. Onu düz dedi. Onu həqiqətən düz dedim. Burada oturup kitap oxuya bilərəm. Kitablar Among Us oxşayır. Kitablar Among Us'daki karakterlere oxşayır. Dostlar, bir de Minecraft'daki karakterlerin boyu çok kısa görünə bilər. Ama əslində 2 metr boyları var. Ben yatıram. Yatak çok uzakta değil. Neyle mi? Yattım. Açalım. Ne? Sen de yat. Ay. Ellerim ağrıyor. Tamam, Tuna da yattı. Tuna video 22 dakika 22 saniye oldu. Tamam, bu kadar bəs edər məncə. Hoppa. Dostlar, sizce evim necədir? Onun üzərindən neçə bal verirsiniz? İndi Tuna'nın evinə baxaq. Tuna, sənin evin bitdi? Yox hələ. Yox hələ. Oha, uşaq baca elədi. Mən baca eləmək istəmirəm. Sən eləmə. Mənim evim çox gözəldir. Mənim evim sənə. Mənim evim biraz bılı patapimə oxşadı. Əslində Tuna'nınkilə bılı patapimə oxşayır. Tuna, mən bir sənin evinin içinə baxacağım. Plakanlara bax. Bəyəndim plakanlarını. Buraya belə bir nərdivan qoyub. İçəriyi döşəmişsən. Crafting table qoyub. Şöminə qoyub, ocaq qoyub. Sandıqçada nə var? Boşdur. X'e basamıyorum. Burada bal pətəyi var. Pətəkli bu. Yatak var 2 dənə. Burada en çubukları var. Daha sonra YouTube'daki en çubuğunu elədikləri videoyu görmüşsünüz. Ben o videolardan çok görmüşüm. Tuna, mən sən evinə 10 üzərindən 9 verirəm. Biri bağlıda orantısız ve abartı olduğu için qırdım. Sen mənimkilə nə qədər verirsən? Mən də səninkilə nə qədər var? Onda 9 məndə. Çünki balaca olduğu üçün. Hakikaten benim evim biraz balacadır. Neyse dostlar. Tuna, yanıma gel. Dedim. Bir şey yapayım. Bir dakika, ben envanterimi sileyim. Yandırırım, hemen yandırırım. Tamam. Kamerayı değiştireceğim. Zorluk. Geldim.
Ha. Gözə Tünel bir dəqiqə. Ha buradasan. Denal. Tamamdır. Ay səhvən çıxdım. Neyse dostlar bu video bu kadardı. Tuna sağ ol da dostlara. Sağ ol. İndi canlı yayım açacağıq. Qonaq da zəhmət olmasın. Sağ olun. Salamat qal.